Cəfər Sadiqdən gələn digər rivayətlər və s. Şiə 20.563-cü səhifə, 14-cü cild 430-cu səhifə. Hamısı bu ən mötəbər kitablardan, subhanallah. Yəni, kimdən evlənir? Bu həqiqətləri gizlətmək olar. Əli ibn Əbi Talib pis insan olsaydı qızını ona ərə verərdi. Buna indiyə kimi cavab verə bilmirlər. Biz nə cavab verirlər? Sindibad nağılı. Deyir ki, yəni, ağıl olmayandan sonra nə deyirsən? İnsan əqidəsi batıl olmasa hər şey eləyər. Deyirlər, yaxşı. Nəyə görə biz Əli ibn Əbi Talib Fatimə anamızdan olan qız özdə, başqa qadından yox, Fatimə anamızdan. Peyğəmbərin nəvəsini ərə verib. Deyir, evlənmək istəyəndə deyir, Fatimə yeni cin göndərdi. Estağfurullah. Bu sarsaq insan belə ağılsızlıq olar. Bu ən mötəbər kitablarda var. Bunu inkar. Hətta bəziləri o qədər irəli gedib ki, yəni Allah olan bəlasını versin. Nəyə görə? Çünki baxın, bu sabit kitablarda hətta bunu Əhl-i Beyt iddiası edənlər belə Əhl-i Beytə təyin ediblər. Baxın, nə deyib? İnnə dəli kəfərcinğusibnəhə. Bir qəsb olunmuş övrət yeri, əstağfurullah. İttiham ediblər Fatimə anamızın qızını, Ummu Kulsumu Əlbinat. Nəyə görə? Qəsb olunmuş övrət yeri. Qəsb olunmuş fərc adlandırırlar. O qədər qəlblərindəki nifrətdən. Kimi söyüblər? Əhl-i Beyti özləri təhqir ediblər. Ən mötəbər kitablarında. Və-s. Şiə 14-430-cu səhifə. Baxın, Ömər ibn Xəttabın, yəni sonra xəlifə təyin olunur, 10 il 634-644 Dəməşq fəthi olunur. Qısa olaraq qeyd edeyim, Dəməşq fəthi, Humusun fəthi, Aralıq dənizin şərq sahillərində hərbi əməliyyatlar, Nəmarik döyüşü, Cisr döyüşü, Qadisiyyə döyüşü Fars imperiyasını darmadağın elədi. İndi bildiniz, Ömər ibn Xəttaba qarşı düşmənçi nədəndir? Peyğəmbərimizin sahabəsi, Peyğəmbərimizin nəvəsi ilə evli, Əli ibn Əbi Talibin qızı, Fatimə anamızın qızı ilə evli. Amma bununla bərabər düşmənçi. Niyə? Çünki Fars imperiyasını heç kimsə bacarmamışdı, Ömər ibn Xəttab darmadağın elədi. Sanki demeyisiyle o ile məcusi qalardı, amma imperiyamız qalardı. Subhanallah. Onun peyğəmbərimiz nə deyir? O Kisra'da düşəndən sonra bir də onların da imperiyası olmayacaq qiyamət gününə qədər. Onun intiqamını alırlar, subhanallah. Sahabələrə dil uzatmana. Baxın, sonra Qadisiyyə döyüşü, Hələbin fəthi, Qüdsün fəthi, Mədainin fəthi. Mədain yəni İraqda bir yerdir. O vaxt nə idi? Sasanilərin mərkəzi idi. Kufa və Bəsrənin fəthi, Hulvan, Tikrit, Mosulun fəthi, Əhvaz, Tusərrin fəthi, Nəhavət döyüşü, İsfahanın fəthi, İranın mərkəzi və şərq vilayətlərindəki hərbi əməliyyatlar, Cəzirənin fəthi, Şərqi Anadolulu hərbi əməliyyatlar, Azərbaycanın fəthi, Misrin fəthi. Subhanallah. 10 il 6 ay ərzində elə bir yerə hökm edirdi ki, müsəlmanlar bugünkü Türkiyənin 20 ərazisi. Əgər bu insan münafiq olsaydı, elə oturardı Məhdədə. Gör, kimə dil uzadırlar? Nəyə görə? Sasaniləri darmadağın edib deyə. Bizansları da darmadağın edib. İslam'a gətirib, Şam fəth olunub. Nəinki 100 milyon? 100 milyonlarla bugün müsəlmanların İslamda qalmasına səbəb Ömər ibn Xəttab, Allah ondan razı olsun. Rəsulullah